Salam, belə bir sual paylaşmışdıq. Uyğunlaşdırın. Bizim kəndə gələn müəllimlərə ehtiyacımız çox idi. Əminliklə demək olar, əminliklə demək olmaz. Kim sualı görməyibsə, suala baxıb cavabı müəyyənləşdirsin, daha sonra keçək bizim izaha və cavaba. Burada əminliklə demək olar, əminliklə demək olmaz ifadələr varsa, deməli cümləni iki cür düşünmək olar. 1. Bizim kəndə gələn müəllimlərə ehtiyacımız çox idi. Çox idi xəbər. Nə? Ehtiyacımız kimə? Müəllimlərə. Hansı müəllimlərə? Bizim kəndə gələn. Bizim kəndə gələn. Gələn fe'li sifətdir, tərkib yaradıb. Hansı müəllimlərə ehtiyacımız çox idi? Bizim kəndə gələn. Sırf bizim kəndə gələn. Bir də bizim kəndə gələn müəllimlərə, yəni sırf bizim kənddən söhbət getmir. Ümumiyyətlə kəndə gələn müəllimlərə ehtiyacımız çox idi. Onda bizim sözü ilə ehtiyacımız sözü əlaqələnəcək və altdan çəkirəm belə. Bizim kəndə gələn müəllimlərə ehtiyacımız hamısı birlikdə olacaq mübtəda, çox idi yenə də xəbər olacaq. Burada dəyişən bir şey olmadı. İndi bu iki sintaktik təhlil sxemini nəzərə alaraq cavablara baxaq. Əvəzliklə başlayır 100%. Hər bir halda bizim sözü əvəzlikdir. Ona görə 1'ə yazıram A. Söz birləşməsi ilə ifadə olunmuş mübtəda işlənmişdir. Bunu əminliklə deyə bilmərik. Əgər ehtiyacımız tək mübtədadsa, söz birləşməsinə ifadə olunmayıb, amma bizim kəndə gələn müəllimlərə ehtiyacımız olarsa, söz birləşməsi ilə ifadə olunmuş mübtəda var. Ona görə B gedir 2'yə, əminliklə demək olmur. Təyin işlənməmişdir. Bunu da əminliklə deyə bilmirik. Çünki bir versiyada var təyin, birinci versiyada. İkinci versiyada yoxdur. Ona görə C'də gedir 2'yə. Xəbər sayla ifadə olunmuşdur. Bəli, dediyimiz kimi hər bir halda xəbər sayla ifadə olunub. Ona görə də D gedir 1'ə. Düzgün cavab belə olur. 1 AD, 2 BC. Yəni B variantı.